Krım elindən Bakıya. 20-ci əsrin əvvəllərində Türk dünyasının fərqli bölgələrindən olan maarifpərvər insanlar, ziyalılar, milli birlik və azadlıq uğrunda mübarizəyə başlamışdılar. Onlarla bir sırada Tatar xalqının görkəmli simalarından biri Həsən Səbri Eyvazovun da fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Həsən Səbri Eyvazovun. Gənclik illərində Həsən Səbri Eyvazov Tatar xalqının əsarətin, ehtiyacın pəncəsində inlədiyini görür və azadlığın yollarını axtarırdı. O bu məqsədlə İstanbula gedir. Pedaqoji təhsil alır və siyasi proseslərlə maraqlanır. İctimai fəallığına görə bir neçə tələbə yoldaşı ilə birlikdə həbs edilir və ölkədən çıxarılır. Həsən Səbri bir müddət Krımda çalışır, xalqını qəflət yuxusundan oyatmaq barədə düşünür. Dövrü mətbuatda odlu-alovlu çıxışlar edir. Onun Nədən bu hala qaldıq piyesi 1906-cı ildə Bakıda Füyuzat jurnalında, 1907-ci ildə isə kitab şəklində çap olunur və səhnəyə qoyulur. Bu müəllifin Bakıda çap olunan ilk kitabı deyildi. 1906-cı ildə onun pedaqogika ilə bağlı əsəri də çapdan çıxır yaza bilərsiniz. Çünki baxın, məsələn, burada çap olunur yazıb, indi bilmirəm, məcazi istəyir yoxsa yox. Məcazi iş istəyirsə, gəlin o sualı tapım. Bir dəqiqə. Bax. Nöqtələrin yerinə cümləni tamamlaya bilən məcazi mənalı ifadə yazın deyir. Çapdan çıxır yazsaz həqiqi olacaq. Ona görə bax, çapdan çıxır yazmırsınız. Siz mətni oxuyanda yazın çapdan çıxır. O öz yerində. Amma suala gələndə dəyişin. Ya da boş saxlayın, suala gələndə yazın. İndi çapdan çıxmağı məcazi mənada ən düzgün ifadə işıq üzü görür yazmaqdır. Başqa mənim ağlıma heç nə gəlmir. İşıq üzü görmək. Yəni bundan başqa ağlıma heç bir məcazi ifadə gəlmir. Bakıda çap olunan ilk kitab deyildi. 1906-cı ildə onun pedaqogika ilə bağlı əsəri də işıq üzü görür. Burada görmək öz həqiqi mənasını itirir də, məcazi mənada işıq üzü görür. Yəni bu sualınızın cavabı budur. Başqa məcazi məna uyğun gəlmir. Bir dənə baxaq görək burada özləri nə yazıblar. Hansı sual idi? Bilmədim. İşıq üzü görür. Çapdan çıxır da yazılıb. Çapdan çıxır da yazılıb. Çıxmaq. Çıxmaq ilkin mənasını doğrudan itirirdi orada. Çıxmaq budur da. Məsələn, həyətə çıxmaq filan. Düzdür, ikisi də olur. Mən bayaq çapdan çıxır dedim, sonra neysə həqiqi dedim. 1906-cı ildə onun pedaqogika ilə bağlı əsəri də çapdan çıxır ya da işıq üzü görür. Bəli, ikisi də olur. Düzdür. 1917-ci ildə Krım Xalq Cümhuriyyəti elan edilir. Həsən Səbri Eyvazov parlamentə sədr seçilir. Bu zaman gənc Krım hökuməti ehtiyat içində boğulurdu. Bu da bana məcazidir boğulmaq. Bunu yəqin ki, həqiqidə işlətmək istəyəcək cümlədə. O, vətəni çətin durumdan qurtarmaq üçün Krımın Osmanlı dövləti tərəfindən mənəvi siyasi cəhətdən dəstəklənməsinə nail olur. Ancaq bolşeviklər yenicə yaradılmış respublikanı məhv edirlər. Doğma vətəninin bolşeviklər tərəfindən işğalını bilən Həsən Səbri Eyvazov, mən sərdən Eyvazov oxuyuram. Ayvazov geri dönərkən Krıma getmir, Bakıya gəlir. O, türklərin mədəniyyətə, maarifə, ictimai tərəqqiyə qovuşmaları baxımından təməl işlərin ən çox Bakıda görüldüyünə inanırdı. Ona görə də Millət qəzetinin fəaliyyətini 1918-1919-cu illərdə Bakıda davam etdirir. Bu qəzet ilk dəfə 1917-ci ildə Krımda nəşrə başlamışdır. 1920-ci ilin noyabrında Krım yenidən işğala məruz qalır. Bolşeviklər hakimiyyəti ələ ala bilsələr də, dövlət idarələrində, məktəblərdə, xəstəxanalarda çalışacaq kifayət qədər kadrları yox idi. Odur ki, burjua kadrları adlandırdıqları mütəxəssislərdən, hətta bolşevikləri sevməyən kadrlardan da istifadə etmək məcburiyyətində idilər. Onların dəvəti ilə Həsən Səbri Ayvazov 1922-ci ilin sonlarında Krım Pedaqoji İnstitutunda dərs deməyə başlayır. Buradakı fəaliyyəti dövründə o daha çox ədəbi yaradıcılıqla məşğul olur.
Azərbaycanla əlaqəsini kəsməyən Həsən Səbri Ayvazov 1926-cı ildə Bakıda keçirilən 1-ci Türkoloji qurultaya gəlir. Qurultayın ən fəal iştirakçılarından biri olur. Azərbaycanda Latın əlifbasına keçmə ideyasını dəstəkləyən Ayvazov 1927-ci ildə Latın əlifbasına dair məqaləsini çap elətdirir. Keçmişdəki ictimai-siyasi fəaliyyətinə yazdığı məqalə, pyeslərə görə onu 1932-ci ildə Pedaqoji İnstitutdan işdən çıxarırlar. Bununla da kifayətlənmirlər. 37-ci ilin aprelində 59 yaşlı vətənpərvər ədib Bolşevik repressiyasının qurbanı olur. Yaradıcılığının çiçəkləndiyi bir zamanda repressiya maşını onu cismən məhv etsə də, əsərlərinə qadağa qoysa da, ictimai fikir tarixindən izlərini silə bilmir. Deməli, baxın 251-ci sualımıza. Deyir mətndə hansı fikri əsaslandıran fakt yoxdur? Bakıda müxtəlif mətbuat orqanları mövcud olmuşdur. Biz bu fikri əsaslandıra bilərik uşaqlar. Niyə? Yaxşı. Deməli, Bakıda məsələn füyuzat var. Bir dəqiqə, uşaqlar. Bakıda məsələn füyuzat var. Daha sonra nə var? Bax, məsələn, gətirir, Millət qəzetini fəaliyyətə başlayır Bakıda. Millət, füyuzat, ən azından 2 dənə mətbu orqanı sadaladıq, düzdürmü? Deməli, biri əsaslandıra bilərik ki, müxtəlif mətbuat orqanları mövcud olub. 2-də deyir, bolşeviklər milli müstəqilliyə qənim kəsilmişdilər. Bu da düzdür, bunu da əsaslandıra bilərik. Çünki doğma vətənin bolşeviklər tərəfindən işğalını bilən deyir. Deməli, doğma vətənin bolşeviklər tərəfindən işğalını bilən deyirsə, bolşeviklər tərəfindən işğal olunub Azərbaycan. 1-i 2-ni əsaslandıra bilərəmsə, onları çıxartıram variantlardan. 3, 5, 6 qalır. 4-ü də əsaslandıra bilərik. 20-ci əsrin əvvəlində Azərbaycanda müxtəlif kitablar çap olunurdu. Məsələn, pedaqogiyaya dair elmi əsəri, bir də piyesi, bir də başqa bir əsəri var idi. O birisi səhifədəki bəs əsərləri çap olunub. 4-ü də o cürə əsaslandıra bilərik. Yeni əlifbaya keçid prosesinin bir çox tatar ziyalılarının rolu olub. Tatar ziyalılarının hansı tatar ziyalıları? Bunu əsaslandıra bilmərik. Sovet repressiyası bütün vətənpərvər ziyalıları məhv edirdi. Bunu əsaslandıra bilmərik. Amma 37-ci ildə desəydi ki, deməli, Ayvazov repressiyaya məruz qalıb, onu əsaslandırardıq. Amma bütün vətənpərvər ziyalıların repressiyaya məruz qalmasını bu mətn əsasən əsaslandıra bilmərik. 6-da həmçinin məhdudiyyət qoyulduğundan institutda dərs deməli olur. Bunu əsaslandıra bilmərik. Çünki o fəaliyyətinə görə sonradan universitetdən qovulur deyir. Amma bunu əsaslandıra bilmərik. Gəldik, çıxdıq 252-yə. Deyir, mətndə çərçivə daxilində verilmiş sözün kontekstdəki mənasında işləndiyi cümlə. Mətndə məcazi idi. Deyir ki, ehtiyac içində boğulur. Ehtiyacın içində boğulmaq olmur. Məcazidir. Məcazi. Deyir, çərçivə daxilində verilmiş sözün kontekstdəki mənası həqiqi və ya məcazi işləndiyi cümlə. Üzə bilmədiyi üçün göldə boğulurdu, həqiqidir. Düşmən onun pəncələri arasında boğulurdu, həqiqidir. İslanmış tüccar çalaya düşüb boğulurdu, həqiqidir. Havasızlıqdan boğulurdu, həqiqidir. İclasda ona edilən təzyiqdən boğulurdu. Təzyiqdən insan boğulmaz. Ona görə məcazidir. 253. Bəlkə də mənim ən zəhləm gedən tip ola bilər bu. Deyir, hansı cümlə çıxarılsa, fikirlər arasında əlaqə pozulmaz. Niyə zəhləm gedir? Çünki izah edilməsi biraz zülüm məsələdir. Yəni, tapmaq asandır, izah eləmək çətindir. Çünki onu hər adam başa düşmür. Gəlin, biri çıxardaq. Deyir, hansını çıxarsam məna pozulmaz. Mən biri çıxartanda bilirsiniz ki, ağ qələmlə işləyirəm. Biri silirəm buradan. Və oxuyuram. Görüm olurmu, olmurmu? Normal olur, olmur. Baxaq. Deyir, o, türklərin mədəniyyətə, maarifə, ictimai tərəqqiyə qovuşmaları baxımından təməl işlərin ən çox Bakıda görüldüyünə inanırdı. Bu qəzet ilk dəfə 1917-ci ildə Krımda nəşrə başlamışdı. Burada əlaqə pozulur axı. Yəni, bilirsiniz niyə?
Məsəl üçün, sən deyirsən ki, o Bakıda bu işlərin Bakıda görüldüyünə inanırdı. Nə gözəl. Bu qəzet hansı qəzet? Hansı qəzetdir 1917-də Krıma nəşrə başlayan? Mən bunu silsəm, həmin qəzet ortaya çıxır. Bax, söhbət Millət qəzetindən gedir. Yəni sən biri çıxarsan, məna itəcək. Ona görə bu cavabım deyil. Sənə deyir hansını çıxarsan, problem olmaz. Problem olmaz. Gəlin ikini silək. İkini silək. Ay maşallah, nə qədər cümlə getdi. Deyir 1920-ci ilin noyabrında Krım yenidən işğala məruz qalır. Odur ki, burjua kadrları adlandırdıkları mütəxəssislərdən kadrlardan istifadə etmək məcburiyyətində idilər. Hansı kadrlardan, niyə? Odur ki-nin səbəbi bu silinən cümlənin içindədir. Baxın, odur ki, 2-dədir. Deməli, kifayət qədər kadrı yox idi. Nəticədə nə edir? Burjua kadrlardan istifadə etmək məcburiyyətinə qalır. Siz 2-ni silsəz, səbəbi silmiş olacaqsınız. Ona görə 2-ni də silə bilmərik. Gəlin 3-ü silək. Biraz vaxt aparandı, amma 2.5 bal üçün dəyər. 3-ü silək, oxuyaq. Deyir 1920-ci ilin noyabrında Krım yenidən işğala məruz qalır. Bolşeviklər hakimiyyəti ələ ala bilsələr də, dövlət idarələrində, məktəblərdə, xəstəxanalarda çalışacaq kifayət qədər kadrlar yox idi. Onların dəvəti ilə Ayvazov, yəni deyir ki, kadr yox idi. Kifayət qədər kadr yox idi. Və ona görə də elə bil məcbur olub Ayvazovu dəvət edirlər. Yəni siz 3-ü silsəz bir problem olmaz. 3-ü silə bilərsiniz. Cavab 3-dür. Cavab 3-dür. Sən 4-ü silsən, 4-ü. Məsələn, bütün bir Ayvazova aid bu boyda faktı silmiş olacaqsın. Ayvazova aid. 5-i silsən, yenə qurultayda iştirakını siləcəksən. Sonra deyir, o qurultayın ən faal iştirakçılarından biri olub. Hansı qurultayın? Türkoloji qurultay buradadır axı. Sən onu silsən, məsələn, ondan sonraki cümlə mənasız olacaq. Yəni, məsələn, gəl 5-i sil, o qurultayın ən faal iştirakçılarındandır. Hansı qurultayın? O 5-də yazılıb ki, söhbət türkoloji qurultaydan gedir. Türkoloji qurultaydan. Ona görə 4-ü 5 də silə bilməzsiniz, 3 qalır elə. 3 cavab nə olur? A variantı. Sonra 254. Deyir, üslubu xüsusiyyətləri nəzərə almaqla. Mətndə əvvəldə üçbucaq işarəsi qoyulmuş, bir də şeir verib. Şeir. Keçmişdəki ictimai siyasi fəaliyyətinə yazdığı məqalə, pyeslərə görə onu 32-ci ildə işdən çıxarırlar, zad-zud. Deməli, bir də deyir ki, mətnimizin bu hissəsi də, yəni bu üçbucaq qoyulur. Ümumiyyətlə, mətnimizin Ümumiyyətlə, mətnimizin özü publisistikdədir. Ona görə biz üçbucaq qoyulmuş hissəyə yazacağıq publisistik. Şeir də həmişə hansı üslubda olur? Bədii. Kütləvi informasiya vasitələrinin dili olması. Biri hara yazacağım? Birə. Biri yazanda Y gedir, A gedir. 2-də deyir ki, sərbəst və təbii nitq formasında olmaması. Bax, sən axıra qədər oxumasan, deyirsən ki, heç yerə getmir. Ki, heç yerə getmir də deyə bilmirsən, ha. Sən deyir, olmaması. Sərbəst və təbii nitqin olması, yadımıza salaq ki, məişət üslubudur. Olmaması, digər bütün üslublara aiddir. 2-ni hara yazacağım? Ortaya. Düzdür. 3-də deyir ki, sözün poetik funksiyasına üstünlük verilməsi. Hansı verilir üstünlük? Bədiidə. 3-ü hara yazacağım? Bədiiyə. Terminlərdən geniş istifadə. Bu hara aiddir? Elmiyə. Heç yerə 4-ü yazmayacağam. 4-ü heç yerə yazmıramsa D-ni silirəm, B-ni silirəm. Cavabım hazırdır.
5-də deyir, obrazlı nitq formasında olması. Obrazlı nəyə aiddir? Bədiyyə. Cavab olur C. 1-ə 1, 2-yə 3, 5, 3-ə 2. Bəli, düppədüz. Sonra 255. Deyir, ziyalılarla yaxından tanışlığı və dostluq əlaqələri onun səmərəli fəaliyyət göstərməsinə səbəb olur. Krımın siyasi müstəqilliyi tanınır. Hərbi Nazirliyin gizli fondundan Krım Tatar Milli İdarəsinə böyük məbləğdə pul vəsaiti ayrılmasına nail olur. 3-cü abzasda hansı sözlə başlayan cümlədəki fikri qüvvətləndirə bilər? Deməli, burada biz böyük şəxsiyyətlərlə, belə deyim də, adamlar tanıyır. Böyük şəxsiyyətləri tanıyır. Bunu hansı cümləyə yaza bilərik? Deyir burada. Deyir, o, vətəni çətin durumdan qurtarmaq üçün Krımın Osmanlı dövləti tərəfindən mənəvi siyasi cəhətdən dəstəklənməsinə nail olur. Krımın Osmanlı tərəfindən dəstəklənməsinə nail olur. Deməli, Krımın siyasi müstəqilliyi tanınır, dəstək olduğu üçün pul vəsait ayrılmasına nail olur. Ona görə o ilə başlayan cümləni əsaslandıra bilərsiniz. Yəni, Krıma dəstək olma məsələsi ilə bağlıdır. 256. Deyir, fəaliyyət sahələri ilə bağlı. Burada ictimai-siyasi xadim yazıb. Başqa nə olubsa, o 2 dənə onu yazırsınız. Adam ictimai-siyasi xadim olub. Sonra kitab zat çap eləyib də bu. Biz deyə bilərik ki, piyes yazıb. Uşaqlar, yadda saxlayın ki, bir adam piyes yazırsa, bu yazıb nədən bu hala qaldıq piyesi. Bu adam piyes yazıbsa dramaturqdur. Bunu yadda saxlayın. Siz bunu bilməlisiniz. Bu ədəbiyyatla əlaqəli bir şey olsa da bilməlisiniz ki, piyes dram əsəri deməkdir. Bir adam piyes yazırsa, o adam nədir? Dramaturqdur. Sonra pedaqogika ilə bağlı müəllim zad olub, düzdür? Müəllim də yaza bilərsiniz. Çünki axırda deyildiyi şeydə institutda işdən ayrılır. Deməli, institutdan işdən ayrılır. İşdə işləyibsə, müəllim də yaza bilərsiniz. Müəllim, dramaturq, pedaqoq da yaza bilərsiniz. Zaten müəllim elə pedaqoq deməkdir. Elə ən düzgünü pedaqoq və dramaturq yazmaqdır. Pedaqoq və dramaturq. Piyes normalda termindir, ədəbiyyata aid termindir. Bəli. Ədəbiyyatşünaslığa aid termindir. Ədəbiyyatda keçirik. 5 dəfə dedim. Aha. Sonra 257. Deyir ki, 3-cü abzasda başqa üslubun xarakteristikası ilə zəngin olan cümlə. 3-cü abzasda. 1, 2, 3. Gəlin oxuyum görün burada nə var? Mətnimiz publisistikdədir. Başqa üslub özünü göstərə bilər bədii və ya elmi. Başqa heç nə göstərmirlər adətən belə olanda. Elan edilir. Ayvazov parlamentə sədr seçilir. Bu zaman gənc Krım hökuməti ehtiyat içində bu. Deyir ki, bu zaman gənc Krım hökuməti ehtiyat içində boğulurdu. Gənc Krım hökuməti ehtiyat içində boğulurdu deyir. Gənc Krım hökuməti birincisi epitetdir. Sonra ehtiyat içində boğulurdu bu məcazilikdir, obrazlılıqdır. Seçdik cümləni. Nə gözəl. Seçdik cümləni. Həmin və cümlənin üslubu xüsusiyyətlərini müəyyən eləyin deyir. Deməli, cümləni seçdik. Sonra üslubu xüsusiyyətlərini deyirsə, yazsız gənc Krım hökuməti epitet, hökumət ehtiyac içində boğulurdu. Metafor. Başqa nə yaza bilərsiniz? Çox bilmirsiniz metafordur, yoxsa epitetdir, nədir, nə deyil. Yaza bilərsiniz məcazilikdən geniş istifadə, obrazlılıq, məcazilik. Belə yaza bilərsiniz. Cümlənin xüsusiyyətlərini. Sonra 257-ni dedim. 258-i də bayaq dedim ki, işıq üzü görür və çapdan çıxırdı. 1906-cı ildə onun pedaqogika ilə bağlı əsəri də işıq üzü görür, çapdan çıxırdı. Birinci çapdan çıxırdır dedim,
Sonradan elə bil nəsə oldusa dedim həqiqidir, amma həqiqi deyil, məcazdır. Çünki çıxmaq ilkin mənasını orada itirir, yaza bilərsiniz. Ayvazovun bolşeviklərə münasibəti, bolşeviklərin Ayvazova münasibəti mətndən konkret bir-iki epizodu götürüb yazırsınız. Fakt seçin deyir çünki. Fakt seçin. Ayvazovun bolşeviklərə münasibəti əlbəttə ki, birmənalı deyil. Həmin şəxs Krımın müstəqilliyi uğrunda, yəni Ayvazov, Səbri Ayvazov, Krımın müstəqilliyi uğrunda mübarizə aparır. Çünki bolşevikləri işğalçı gözü ilə baxır və Krımı işğal eləyəndə elə bil bolşeviklər Osmanlılardan kömək istəyir. Deməli, bolşeviklərə qarşı münasibəti yaxşı deyil və onlara qarşı mübarizə aparır. Faktları seçməklə deyir. Özünüzdən yazmayın da, bildiniz nə deyirəm. Özünüzdən yazmayın. Götürün mətndən konkret faktı seçin, yazın, seçin, yazın. Bolşeviklərin Ayvazova münasibəti onu düşmən kimi sevməsələr də Ayvazovu, amma kadr çatışmazlığı səbəbilə onu dəvət edirlər universitetə ki, orada işləsin. Bir də axırdakı münasibəti 37-ci ildə onun repressiya qurbanı olur. Onu da yaza bilərsiniz. Deməli, bolşeviklərin Ayvazova münasibəti 1. Bolşeviklər Həsən Səbri kimi milli ruhlu insanları düşmən hesab eləsələr də bir kadr kimi onlardan istifadə edirdilər. Buna görə də onu universitetə dəvət eləmişdilər. 2. Həsən Səbrinin ideologiyasını düşmən hesab elədikləri üçün 1937-ci ildə repressiyanın qurbanına çevrilir. Deyir mətndən folklorşünas Əli Şamilin Həsən Səbri sözün həqiqi mənasında bir Azərbaycan vurğun olub. Milli irəliləyişi Azərbaycandan gözləyib fikrini ən azı 2 faktla əsaslandırın deyir. Deməli, uşaqlar, Azərbaycanla bağlı ideologiyalarına aid fikirləri, Bakı, Azərbaycan, bununla bağlı olan fikirlərinə fokuslanmalısınız. Bu faktları götürməlisiniz. Deməli, baxın, bax, ən çox Bakıda gördüyünə inanırdı deyil. Deməli, Millət qəzetin fəaliyyətini 18-19-cu illərdə Bakıda davam elətdirir. Çünki tərəqqiyə qovuşmalar baxımından təməl işlərin ən çox Bakıda görüldüyünə inanır. Bu birinci fakt. İkinci fakt. Öz əsərlərini Bakıda çap elətdirir. Baxın, Nədən bu hala qaldıq pyesi 6-cı ildə Bakıda Füzat jurnalında, 1907-ci ildə isə kitab şəklində çap olunur. Bu ikinci fakt. Bu ikinci fakt. Sonra üçüncü fakt tapaq. Üçüncü fakt tapaq. Dedi, Azərbaycanla əlaqəsini kəsməyən Ayvazov 1926-cı ildə Bakıda keçirilən türkoloji qurultaya gəlir. Qurultayın fail iştirakçılarından biri olaraq Latın əlifbasına keçmə ideyasını dəstəkləyir. Bu üçüncü fakt. Yəni, Azərbaycan və Bakı ilə olan fəaliyyətlərini qeyd eləməlidir. Qısacası, qurultaya gəlib əlifba islahatı ilə bağlı tədbirlərin həyata keçirilməsində iştirak etmək, Füzat jurnalında öz pyesini çap elətdirmək Bakıda və Millət qəzetinin Azərbaycanda fəaliyyətini davam elətdirməsinə nail olmaq, Bakıda xüsusilə. Bu üç faktı seçməli idiniz. Bu da belə.